Salam. Gəlin bir anlıq təsəvvür edək. Bir vaxtlar bütöv bir bölgəyə hökmranlıq edən güclü bir dövlət birdən-birə sanki buxarlanıb yoxa çıxır. Bax bu Rəvvadilərin hekayəsidir. Yüksəlişin, gücün və sonda tarixin səhifələrindən silinməyən dramatik bir hekayəsi. Yaxşı, bəs bu necə baş verə bilər axı? Təxminən 100 il mövcud olan bir güc necə olur ki, tamamilə yox olur? Gəlin birlikdə bu tarixi tapmacanın izinə düşək və Rəvadillərin başına nələr gəldiyini aydınlaşdıraq. Hər hekayənin bir başlanğıcı var, elə deyilmi? Rəvvadilərin hekayəsi isə Qafqazın o mürəkkəb siyasi mənzərəsində özlərinə yer tutmağa çalışan bir qəbilə ilə başlayır. Yaxşı, bəs onlar kim idilər və haradan gəlmişdilər? Onlar əslən Ərəbistan yarımadasından olan Əzd qəbiləsinə mənsub idilər. Düşünün, 8-ci əsrin sonlarında Qafqaza köç edir və burada yeni bir güc mərkəzi yaradırlar. Bu, fərqli mədəniyyətlərin qaynayıb qarışdığı bir məkanda öz varlığını qəbul etdirmək demək idi və elə bu da onların gələcək taleyini formalaşdıran əsas amillərdən biri oldu. Əsrlər boyu kiçik bir əmirlik kimi mövcud olsalar da, bir gün Rəvvadilər üçün hər şeyi dəyişdirən o an gəlib çatdı. Onlar artıq sadəcə bir qəbilə yox, müstəqil bir dövlət olmaq iddiası ilə ortaya çıxdılar. 981. Bax, bu tarix sadəcə bir rəqəm deyil. Bu, Rəvadilərin rəsmən müstəqilliklərini elan etdiyi və regionun yeni oyuncusu kimi səhnəyə çıxdığı andır. Artıq onlar üçün geri dönüş yox idi. Bu yeni dövlətin təməlində qurucusu Əbülhica dayanırdı. Paytaxtları isə Cənubi Azərbaycanın o dövrdəki strateji şəhərləri olan Ərdəbil və Təbriz idi. Yəni, onların güc mərkəzinin coğrafiyası məhz bura idi. Onların gücü o qədər sürətlə artdı ki, tezliklə sərhədlərini aşmağa başladı. Məsələn, qonşuluqdakı Muğan hakimliyini özlərinə tabe etmələri artıq onların Şirvanşahlar kimi nəhənglərlə eyni liqada oynadığını göstərirdi. Rəvadilər artıq ciddiyə alınmalı bir qüvvəyə çevrilmişdi. Hər yüksəlişin bir zirvəsi olur. Rəvadilər də öz güclərinin, öz qüdrətlərinin zirvəsinə çatmışdılar. Amma bilirsiniz, bəzən ən hündür zirvədən uçuruma cəmi bir addım olur. Və ironikdir ki, onların taleyini dəyişdirəcək o addımın səsləri də elə bu vaxtlar eşidilməyə başladı. 11-ci əsrin 20-ci illəri Rəvvadi torpaqlarına Oğuz türkləri axın etməyə başlayır. İş baxışdan bu adi bir miqrasiya, yeni yurd axtaran insanlar kimi görünə bilərdi. Amma heç də elə deyildi. Onlar özləri ilə birlikdə sadəcə çadırlarını yox, bütün regionun gələcəyini dəyişdirəcək bir qasırğanın, Səlcuq fırtınasının ilk küləklərini gətirirdilər. Bəli, o gələn Oğuzlar yaxınlaşan o böyük fırtınanın, yəni bütün yaxın şərqi lərzəyə gətirəcək Səlcuq imperiyasının sadəcə öncül dəstələri idi. Rəvvadilərin müstəqillik günləri artıq barmaqla sayılacaq qədər azalmışdı. Baxın, bu mənzərə hər şey deyir. Bir tərəfdə qürurla dalğalanan müstəqil bir bayraq, digər tərəfdə isə daha böyük bir gücə baş əymiş, asılı vəziyyətə düşmüş bir hakimiyyət. 1054-dən əvvəl və sonra. Bu, sadəcə statusun dəyişməsi deyildi. Bu, bir dövlətin süqut hekayəsinin rəsmi başlanğıcı idi. Gəlin hadisələrin nə qədər sürətlə cərəyan etdiyinə baxaq. 10-cu əsrin 20-ci illərində başlayan köç təxminən 30 il sonra 1054-də asıllığa gətirib çıxarır. Və bundan cəmi 11 il sonra 1065-də hər şey bitir. 40 ildən biraz çox müddətdə bir dövlət tarixdən silindi. İnanılmazdır, deyilmi? Və beləliklə hekayəmizin son pərdəsinə gəlib çatırıq. Bir vaxtlar bölgənin parlayan ulduzu olan Rəvvadilər üçün artıq son zəng çalınırdı. O son ölümcül zərbəni vuran şəxs isə tarix səhnəsinə yeni çıxan bir nəhəng idi. Səlcuqların böyük hökmdarı Alparslan. Onun qurduğu nəhəng imperiya xəyalının qarşısında Rəvvadilər sadəcə kiçik bir əngəl idi. 1065-ci il. Bu tarix Rəvvadilərin təxminən 100 illik hekayəsinə son nöqtəni qoydu. Onlar sadəcə məğlub olmadılar. Onlar tarix səhnəsindən tamamilə silindilər.